Mən Xivadan Atacanova Həlimə 75 yaşımdaman. Mən sağır kəsəllikinə yoluxdum. Mən şu Xivada davalanıb örvədim sağır boyunca. Əlişehirdən doktorum var idi. Davalab örvədi. Keyin bu indement deyən kliniki açılıb dəkən taza hələ 2 ay olub dəkən gəlinimdə açılğan ekən bu. Lekin şundan gəp yox. Klinikaya geldim, beydə məni yaxşı kütüb aldılar. Beksat deyən doktor, Uluğbek deyən doktor, məni dım yaxşı kütüb aldılar beydə. Şəraitləri şundan yaxşı. Mən dım yaxşı olub, yine əprəsə oldum, yaxşı qaradılar, davalandım, yine 10 gün oldu. İndi astana yürüp oturubman. Şu əprəsə mən dım yaxşı çıxdı. İndi kim şu sağır boyunca, başka kəsəlliklər boyunca gələdiyən, eşitgən bilgənlər işi klinikaya gəlsin də təsviyə etəmən. Ne üçün desə, verdim yaxşı, şəraitem yaxşı. Evvelen başlap heç kim kəsəl olmağay. Kəsəl bolsanızla, misali öteniz varmı, bağrınız varmı, poçka varmı, sağır varmı, hətta keş rak kəsəllərin şifasını tapıb getəsilər. Dım yaxşı klinikə. Mən həmməçkinə rəhmət aytaman. Aynıqsa Mevluda kızıma rəhmət aytaman. Ne üçün desə, şun din inciltirmiydiler adam bula, hakikattan. Ya ben koşup söylep durganım yok, hakikat. İşte Beksat balam var, dım üzümlü balam den göremem, dım muamelesi yaxşı. Evvelem doktorlar muamele bilen davalıydı. Bu okul dağırmaz, muamele bilen yaxşı davalıydı eken bula. 5 minuttan girip çıkıp davalap karap duruptalar. Ben həmməçkinə rəhmət aytaman bulanı.